Deməli, bu iddiaların hamısı kreslodur. Neft hara getdi? Qaz hara getdi? Nə hara getdi? Nə lazımdır? Sən dünya əhlisən. Hara gedi getsinlər, həmdülillah. Sənə gəlsə sabit qalarsan. Allah bilir, 1 kilo neft versən, nə edirsən? Ona görə görürsünüz, məsələn, bəzi adamlar var, biraz nəsə gələn kimi özünü yaxşı apara bilmir. Nə bilirsən, Allah sənə nə xeyir verir? Əlhəmdülillah. Həmd eləmək lazımdır Allah subhanət hələ. Şükür eləmək lazımdır. Çörəyimiz də boldu, əlhəmdülillah. Yeməyimiz də boldu, içməyimiz də boldu. Peyğəmbər sallallahu əleyhi və səlləm evindən xəbəri olan müsəlman yalnız Allah'a həmd eləmə. Bizim evimizdə, hamımızın evində inşallah ləzzət edirəm. Ən azından bir 3-4 günlük yeməyi var. Allah Rasulü sallallahu əleyhi və səlləm evində yox idi. Bizim evimizdə qonaq gəlsə, altına sərməyə hər şeyimiz var. Üstünə də sərməyə hər şeyimiz var. Allah Rasulü sallallahu əleyhi və səlləm yox idi. Aydındır. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm bağlanmayıb bir şeydir bu dünyaya. Deyib ki, biz dünyanın, onlar dünya, biz axirət evladları olmayaq. Ona görə Ömər ibn Xattab radiyallahu anh gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belində həsir hiss alıb. Nə deyir? Deyir, ey Allah Rasulü, Herakl, Kisra taxtlarda, taclarda yatırlar. Sən daha layiqsən o taxtlarda, taclarda yatmağa. Deyir, ey Ömər deyir, istəmirsən dünya onların olsun, axirət bizim olsun. Səncə neft söhbətini danışan, hara gedir deyən, nə bilim, o axirət istəyir. Axirət istəyir, xalas, fikirləşməlidir ki, mən nə elədim bugün, hansı günahlar edim, gəlim tövbə eləyim, hansı xeyir əməllər edim ki, ona davam eləyim, nə öyrəndim bugün Allahın kitabından, nə oxudum Allahın kitabından. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. Vəhabilərin gülməli çıxışları, videoları həmişə qabağıma çıxanda məndə belə bir sual yaranır ki, ilahi bunlar nə yeyib içirlər? Doğrudan da nə yeyib içirlər ki, bunların ağlında bu cür təsir qoyur? Deməli, vəhabilərdən biri çıxıb güya insanları kasıbçılıqdan və yaxud işsizlikdən və yaxud baxaçılıqdan şikayət edən insanlara güya dərs keçir. Gör nə cür fırıldağa əl atır. Deyir ki, bizim evimizdə qonaq gəlsə, onun altına, üstünə sərməyə hər şeyimiz var. 3 günlük evimizdə yemək var. Niyə narazılıq edirsən? Nə bilim, 1 kilo sənə neft versələr, Allah bil, azarsan. Neft söhbəti eləyən, axirət istəyən şəxsdirmi? Sonra başlayır, utanmaz İslam Peyğəmbərindən sallallahu aleyhi və səlləm nümunə gətirir ki, Peyğəmbərin həyatı sadə olub, yaşayışı sadə olub, deyib ki, axirət bizim olsun, dünya malı onların olsun. Görün, bu insanlar nə ağılda, nə düşüncədə, nə səviyyədə insanlardılar. Əvvəla, birincisi, sənin fırıldağın bundan ibarətdir ki, bu indi öz ətrafındakı o balaca vəhabiləri aldatmağa çalışır. Yalanla, fırıldaqla. Elə bilir ki, indi bütün insanlar bunun kimi, ona qulaq asanlar kimi başını aşağı salıb, bunun sözünü qəbul edəcəklər. Sən insanlara bilsən necə alladırsan? Yəni, fırıldağın bilsən nədən ibarətdir? Ondan ibarətdir ki, sən özün dilinlə deyirsən ki, evimizdə 3 günlük yemək var. Bəli, sən şikayət etməzsən. Amma adamlar var ki, kasıbdılar. Evlərində nəinki 3 dənə yemək, heç bir dənə də yemək yoxdur. Onlar şikayət edirlər. Sən onlar şikayət eləyəndə, onlara nəsihət edərkən, bizim evimizdə 3 dənə yemək var, bu cür nəsihət eləmək olmur. Onların evində yoxdur, ona görə onlar etiraz edirlər və olmasını istəyirlər. Və sən gəlirsən elə adamlara deyirsən ki, bizim evimizdə 3 cür yemək var, nə bilim, qonaq gəlsə onun altına da nəsə sərə bilərik, üstünə də nəsə sərə bilərik. Və sonra da özlərinin də istənilən bir vəhabi bu barədə danışanda, YouTube-da çıxış eləyəndə şərhlərə baxın, həm onları yaltaqlıqda ittiham edirlər, yəni yaltaqlıq etdiklərini deyirlər. Həm də qeyd edirlər ki, bəli, sizə ərəb ölkələrindən pullar gəlir, təbliğ pulu adıyla və sizin də heç bir probleminiz yoxdur, ona görə də belə danışmaq rahatdır. Hətta aralarında biri var, debat fərarisi, bu həmin şəxsin şeyxi ilə dava qırığını düşüb, özü də deyir ki, mən deyəsən belə bir söz işlədir ki, mən bunu kişilikdən hesab etmirəm, kişiliyə yaraşmayan hərəkət hesab edirəm. Amma sonra kişiliyə yaraşmayan hesab etdiyi hərəkəti özü YouTube-a qoyur. O da nədir? Səs yazısı. Salam aleyküm, Namik.
Düzü mən belə söhbətləri nə müsəlmanlara yaraşan, nə kişiliyə yaraşan hərəkət görmürəm. Efir vasitəsində, nə bilim, yaymaq, səs buraxmaq, eləmək. Bunlar çox ayıb hərəkətlərdir həqiqətən. Hər tərəfli. Amma heyif ki, məcburi olub, istər-istəməz bu söhbətə girdik. Yəqin yadındadır, o vaxtı sənin qoyun söhbətlərin olanda, həmçinin sənin başqa bir mövzun torpaq söhbətində vardı, onu elədim səninlə, sonra bu söhbətə keçdik. Həmin sənin qoyun söhbətlərinin ərəfəsində mənim də inək söhbətlərim var idi. Hansı ki, açıq aydın o gün oturanda qamət boynuna aldı ki, ağ yalan danışaraq sentyabr ayında satılan inəkləri mənə yalandan deyib ki, apreldə hələ satmamışam, ora gedə bilməzsən, sən demişəm ki, satmaq niyə çətindir, bunu bir il sata bilmirsən, 10 ay sata bilmirsən, deyir, alan yoxdur, demişəm, biraz aşağı ver, alacaqlar, demişəm, maşın tutun, mən gedim, deyib ki, yox, çətindir, elə başa düşmürəm, nə çətindir orada, inək satmaq, ucuz satmaqla nə çətinliyi var, 10 dənə inək satmaq harası çətindir. Mən aprel ayında sənə dedim ki, sata bilmirsən, mən gəlim satım, adam göndərim, hazırlamışdım adam. Dedim ki, çətindir, elə bir Amerikalıqdadır. Dedim ki, maşın göndərməz Allah'ın çətindir. Amma mən səni tutanmamalı deyəm ki, bir montaj alsan, hamı alacaq. Tələsmə. Sən mənə sentyabr ayında satılan inəyi deyirsən ki, apreldə mən deyəm ki, Həmin şəxsin şeyxi ilə hansı ki, YouTube-da bir video qabağıma çıxdı ki, bir iş adamına 305 min manat pul atıb. Həmin şəxs bu debat Ferrarisi ilə malqara alver eləyib və debat Ferrarisi də bu malqara alveri söhbətini gizlicə səs yazısını yazıb, qoyub YouTube-a. Sonra da kimsə ona deyəndə ki, mən əxlaqlı insanlarla debata çıxıram, yəni əxlaqsız hesab etdiyim şəxslə debata çıxmıram, azığına gəlir. Əslində özləri min cür çirkin işə girirlər, pul tapırlar, alver edirlər, vəziyyətlərini düzəldirlər, yaxşılaşdırırlar. Ondan sonra bir kasıb günahkar olur, çıxsın üçün ki, misal üçün, mən kasıbam, dolana bilmirəm, filan nazirlik məni incidir. Başlayırlar o saat Peyğəmbərin kasıb həyatından, mütəvazı həyatından danışırlar, həsirdə yatmağından və s. danışırlar. Və insanları da, belə deyək ki, dünyapərəstlikdə ittiham edirlər. Ona görə də bu vəhabilər, bu insanlar, bu cür fırıldaqlarla sizi aldatmasın, elə nəzərə gəlməsin ki, kimsə haqqını tələb edirsə, bu onun dünyapərəst olması mənasındadır. Xeyr, heç də belə deyil. Bəzən olur, misal üçün, bunların bu cür fırıldaq verilişlərinə, daha doğrusu çıxışlarına qulaq asanda deyirlər ki, baxın, bunlar dünyapərəst deyirlər. Bunların dünya malını gözləri yoxdur. Xeyr, bu yanlış söhbətdir. Heç kim iddia eləyə bilməz ki, bir nəfər əgər bu söhbətləri danışırsa, deməli o kəs dünya malında gözü var. Xeyr. Haqqı tələb etməklə təvazökarlıq və şükür etmək arasında heç bir ziddiyyət yoxdur. Bir nəfər ola bilər ki, şükür eləyir halına və eyni zamanda da misal üçün haqqını tələb edir. Ona çatmalı olan bəzi şeyləri çatmadığına görə narazılıq edir. Kim deyə bilər ki, misal üçün hansısa bir nazirlikdən şikayət edən, hansısa bir sosial durumundan şikayət edən şəxs mütləq o dünyapərəstdir və ona dünya malı verirsə başlayacaq azmağa. Bu ittihamdır sadəcə, bu böhtandır. Velhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.